razı olun. Şükür kısmet bugüneymiş. Bugün de Ramazan bayramına, Ramazan günlerine tesadüf edir. Ramazan Peygamber Aleyhisselam'a Kur'an-ı Kerim 40 yaşında Peygamberimiz verildi. 23 il ərzində Kur'an-ı Kerim 114 suresi verildi ki, vəh gəldi Cəbrail Aleyhisselam vasitəsilə 6236 ayə 23 ildə gəldi bizim Peygamberimizə və biz o günləri, o Ramazan günlərini qeyd edirik, oruç tutanların oruçları qəbul olsun və qadın günüzü dediniz, çox gözəl dediniz. Orada Samira xanım dedi, torpaq ana, ana torpaq. Bəli, insan torpaqdan yaranıb torpağa gidəcək. Çox gözəl qeyd edin, gözəl. Səni ilk dəfə gördüm, çox sevdim. Və qadın elə bir məxluqdur ki, bizim Tomris ana kimi anamız oldu. Hansı ki, Kiraz kralı onun ərini öldürüb, oğlunu öldürüb və Tomris'e sahib olmaq üçün saflar həddindən artıq güclü, cəngavər idi, döyüşçülər idi. Onlara qalib gəlməyəcəyini bildiyi üçün onun ərini, oğlunu dəvət edir qonaq qismində. Ancaq gecə onları içki ilə keyfləndirəndən sonra onun vəziri deyir, sən onlara qalib gələ bilməsən. Ancaq onları içki içiləndən sonra onları hilə ilə öldürür və vəziri o ölüm xəbəri Tomris eşitməmişdən əvvəl göndərir ki, bəs mənlə evlən, Kiraz kralına. Ancaq Tomris qəhrəmancasına at beylənməyir, bütün qaynatasını da yanına alır. Qoşununu götürür, gedir Kiraz kralını öldürür, onun başını kəsir, qanlı vadiyə çəkir. Deyir, sən qan içməyi sevirdin, indi iç qanı. Sən bizi, oğullarımızı vadə ilə, hilə ilə öldürdün, amma səni öz qanı ilə öldürdün. Və Sarı Xatun kimi anamız olub, ilk diplomat qadın anamız, hansı ki, İstanbulun fəthi 2. Mehmet, Sultan Mehmeti ilk dəfə elçiliyə gidir. Uzun Həsənin anası Sarı Xatun, Ağqoyunları Mehmet bildi ki, bir dəqiqə Nəcibə xanım darıq, Mehmet bildi ki, Sarı Xatun bildi ki, bu Ağqoyunları məhv eləyəcək. Ona görə diplomat kimi getdi və Mehmetlə Sarı Xatun bir-birinə ana, oğul dedi. Bəli, biz belə anaların evlatlarıyıq. 635 il yaşayan Osmanlı İmperiyasını quran Osman bəyin, Osman Sultanın anası Hayma ana kimi analarının evlatlarıyıq. Və bugün nur ocağını yaşadan gözəl anamız Seyrane xanım var olun deyirəm. 100 yaşındayım, deyirəm ki, öz nurunuzla yığmışsınız ətrafınıza belə gözəl insanları. O qədər doğmasan, o qədər əziz. Sənin tək istəkli bir olanın yox. Ay hissi, duyğusu hamıdan təmiz. Sənə məhəbbətim hər istəkdən çox. Sənə sədaqətim ölçü qədərsiz, dünya bu sevgidən nədən xəbərsiz? Duyanlar önündə qaldılar səssiz. Sənin tək istəkli bir olanın yox. Çəkilsin önündən daşlar, təpələr, ay ana, başına altın səpələr. Daha bu dünyaya sən tək kim gələr? Kim gələr ki, olsun gözü böyle dolu. Cəvahir qurbandır gül camalına, dilindən süzülən sözün balına, incə gülüşünə, xoş rəftarına. Ya Rəbbi, ya Rəsul Allahım, sən bizə anaları görmə çox. Ana məhəmmədi, hər istəkdən çox. Ana sədaqəti, hər istəkdən çox. Şəhid atası qarşımızda baş əyirəm. Rəbbim bizə qəlbi təmiz, ürəyi təmiz, Allah dostlarını yaxın eləsin. Şeytanın dindən tutan insanlar bizdən uzaq eləsin. Amin.